Azərbaycan klubları üçün Avrokubokların 2025-2026 mövsümü başa çatıb. Mübarizəni davam etdirən sonuncu təmsilçimiz UEFA Çempionlar Liqasının play-offuna qədər irəliləyən Qarabağ 8-də 1 final şansını İngiltərənin Newcastle klubu ilə maçlarda əldən verib. Qurban Qurbanovun yetirmələrinin cari mövsümdəki Avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub. Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn Qarabağ buna liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb. Ardıcıl 12-ci dəfə Avrokubokların əsas mərhələsinə adlayan Qarabağ özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014-2015 mövsümündən başlayan seriya müddətində 2 dəfə UEFA Çempionlar Liqası, 9 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Konferans Liqasında əsas raunda yüksəlib. Birinci turun Benfica ilə Portuqaliyadakı oyununda 3-2 hesabı ilə qalib gələn Qarabağ Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsini qazanıb. Benfica ilə oyunun ən yaxşısı seçilən Pedro Bicalho Azərbaycan klubunun heyətində UEFA Çempionlar Liqasında maçın oyuncusu seçilən ilk futbolçu kimi tarixə düşüb. İkinci turda Kopenhageni Bakıda 2-0 hesabı ilə məğlub edən Qarabağ Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev qələbəsini əldə edib. Həm də ilk quru hesablı qələbəni qazanıb. Kopenhagenlə qarşılaşmanın ən yaxşısı seçilən Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında oyunun futbolçusu adına layiq görülən ilk Azərbaycanlı futbolçu olub. Dördüncü turda dünya çempionu Chelsea ilə Bakıdakı oyunda qeydə alınan 2-2 hesablı heçəçə Azərbaycan klublarının İngiltərə təmsilçiləri ilə oyunda ilk halı kimi tarixə düşüb. 7-ci turun Eintrachtla Bakıda keçirilən oyununda gol sevinci yaşayan Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində gol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb. UEFA Çempionlar Liqasının liqa mərhələsini 10 xalla başa vuran Qarabağ 2017-2018 mövsümündə qrupda topladığı 2 xaldan 5 dəfə çox xal yığmaqla rekorda imza atıb. Qarabağ UEFA Çempionlar Liqasının liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurmaqla play-offa vəsiqə qazanıb ki, bu da Azərbaycan futbolu tarixində ilk belə nəticədir. Qarabağın UEFA Çempionlar Liqasının play-offuna yüksəlməsi UEFA reytingində 6 bonus xalı qazandırıb ki, bu da Azərbaycan klublarının Avrokuboklardakı ən yüksək qazancıdır. Elvin Cəfərquliyev Newcastle-la ilk maçda gol vurmaqla UEFA Çempionlar Liqasının play-offunda fərqlənən ilk Azərbaycan futbolçusu kimi tarixə düşüb. O cavab görüşündə də rəqib qapısına yol tapmaqla UEFA Çempionlar Liqasının əsas mərhələlərində ardıcıl 2 oyun gol vuran ilk Azərbaycanlı futbolçu olub. Camilo Duran liqa mərhələsi və play-offda ümumilikdə 5 gol vurmaqla Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub. Qarabağ UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə ümumilikdə 31 gol vurub ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur. 2025-2026 mövsümündə Azərbaycan klubları Avrokuboklarda 48 gol vurub ki, bu da 2023-2024 mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i Qarabağın payına düşür. Qarabağın uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytingi 5,812-yə bərabər olub. Bu 2023-2024 mövsümündən sonra ikinci ən yüksək göstəricidir. Qarabağ cari mövsüm klubun UEFA reytinginə 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11.000 xallıq göstəricini geridə qoyub.